Salam, necəsiniz? Ümid edirəm, yaxşısınız və şey qaydasındadır. Danışmaq istədiyim bir çox şeylər var idi. Buna görə dedim ki, açım YouTube-u və danışım. Bəli, açım YouTube-u və danışım. Bugünkü mövzumuz müzakirə olacaq. Müzakirəni necə etməliyik əslində? Biz niyə digər insanların fikirlərinə hörmət edə bilmirik müzakirə zamanı? Adətən ən çox müşahidə etdiyim situasiyalardan biridir ki, bu insanlar öz fikirlərini bölüşürlər və hər kəsin o fikri təsdiqləməyini gözləyirlər. Əslində bəzən bunun altında da təsdiq edilmə duyğusu yatır və s. bunları sonra danışarıq. Və həmin təsdiq edilmə, yəni hər kəsin gözlədikləri cavab budur ki, okey, sən haqlısan, düz deyirsən, amma belə deyil. Yəni bəzən biz fikirlərinə hörmət edirəm, amma səninlə razılaşmıram da deyə bilməliyik. Düzgün müzakirə də onsuz da budur. Okey, siz qarşı tərəfi dinləyirsiniz, fikirlərini hörmət edirsiniz, amma razılaşmadığınız məqamları rahat bir şəkildə çatdıra bilirsiniz. Lakin müzakirə edilən zaman nədənsə mövzu mübahisəyə doğru çevrilir. Keçən dəfə sosial şəbəkələrin birində bir dənə reels görürəm. Deyir, bizim qonaqlıqlarda mövzu siyasətə gələrsə və hər kəs çox uca səslə və şiddətli bir şəkildə müzakirə etməyə çalışır. Öz doğruluğunu isbat eləməyə çalışır. Dediyim kimi qəbul edilmə və sübut etmə duyğusu yatır bunun altında adətən. Əslində insan fərqli bir varlıqdır, qəribə bir varlıqdır. İstər müzakirələrdə olsun, istər yaşadığı ağrılarda olsun, hər şey fərqli reaksiyalar verir. Bəzən hansı ki, yaşadığımız ağrıların içindən keçmək lazımdır. Ondan tam olaraq qarşılaşmaq lazımdır. Çünki gizləndiyimiz hər duyğu, qaçdığımız hər duyğu bizə daha şiddətli bir şəkildə özünü göstərir. Bəzən müzakirələrdə səslərimizi qaldırırıq, öz yaramızdan çıxış edirik. Bəzən heç əsəb olmadığımız bir insana aqressiyamızı göstəririk. Bəzən də sadəcə susub otururuq. Yəni, aqressiyamızı heç kimə, heç nəyə göstərmirik, öz içimizdə saxlayırıq. O da bizə yetər qədər zərər verə bilir. Dediyim kimi, insan qəribə bir varlıqdır, yaradılışı da çox fərqlidir. Mümkün olduğu qədər beyin haqqında məqalələr oxumağa çalışıram, beynin necə işlədiyini tapmağa çalışıram. Çünki beyin qəliz bir mövzudur. Dediyim kimi, bəzən ağrıların tam içindən keçməliyik. Çünki bizi kimsə gəlib ağrılardan xilas eləməyəcək. Ki, həyatımıza keçən YouTube videolarından da bundan danışdım. Bir xilaskar gözləyir ki, gəlsin və bizi oradan alsın, bizi qorusun, qurtarsın oradan. Amma bunun bir resepti yoxdur, bunun bir dərmanı yoxdur. Hər kəsin baş etmə və müdafiə mexanizmləri fərqlidir. Buna görə də o yaradan, o situasiyadan fərqli çıxmalıdır yəni. Bəlkə həyatımda gözlədiyim xilaskarın resepti, tətbiq edəcəyi metodum mənə uyğun deyil. Bəlkə o məni daha da yaralayacaq. Ya da o situasiyanı bitirib daha başqa bir çətin situasiyanın içində tapacağım özümü. Mümkündür, hə? Əslində müzakirələrdən başladıq, ağrılara keçdik. Amma dediyim kimi, gündəlik insanlarla qurduğumuz ünsiyyət əslində bizim içimizdə daşıdığımız vulkanın bir göstəricisidir. Onu bəzən iş mühitində, bəzən normal situasiyada, bəzən nəqliyyat vasitəsində çölə çıxarda bilirik biz. Çünki bastırılmış hər duyğu üzə çıxmaq üçün sadəcə bəhanə axtarır. Sadəcə və sadəcə kiçik bir qıvılcım. Bizə bərabərində nə gətirir? Mən deyərdim ki, dəyişim gətirir. Ağrının içindən keçən hər bir insan əvvəlki özü olmur. Olmaq ehtimalı da onsuz da sıfırdır. Çünki siz bir belə düşünün də aldığınız bir ərzaq çiğdir və dadsızdır. Amma onu pişirdikdən sonra daha dadlı olur. Həyatdakı situasiyalarda belədir. Biz ilkin ona baxanda baxırıq ki, çiğdir. Bəzən özümüz də çiğ olur. Amma o situasiyanın o ağrının içindən keçəndən sonra pişmiş oluruq, daha ləzzətli oluruq, daha dəyişmiş oluruq, fərqliləşmiş oluruq.
Bence ağrının içinden geçen hiçbir insan əvvəlki özü olmur. Olmaq ehtimalı da sıfırdır. Başka bir ihtimal yoktu çünkü. Değişen her insan yeniliğe açık olmalıdır. Ama değişimi biz mi seçirik? Yok. Değişimi yaşadığımız hayat mərhələləri seçir. Bəzən valideynlərimiz seçir. Bəzən situasiyalar seçir. Bəzən də əgər inanırsınızsa talih. Mən buna talih yox da kainatın işləmə prinsipi deyirəm. O dövr eləyir və dövr etdikcə insanlar fərqli mühitlərə düşürlər. Yerlərini dəyişirlər. Fərqli reaksiyalar verirlər və o ağrının içindən keçib pişə bilirlər. Ən önəmlisi. Bence belə olmalıdır. İnsan ağrının içindən keçməyə bacarmalıdır. Yolda getməyə bacarmalıdır. O yolu tək getməkmi, yoxsa bir mütəxəssislə getməkmi? Təbii ki, bir mütəxəssislə getmək. Çünki yol getdiyiniz qədər yolu kimlə getməyiniz də çox vacibdir. Yolu çox sadə bir insanla gedə bilərsiniz. Var amma səsi çıxmır və sizə heç bir halda kömək eləmir. Ya da yolu daima danışan bir insanla gedərsiniz, o sizi daha çox yorar. Amma yolu bir mütəxəssislə gedəndə o sizə yolun önündəki daşları necə götürməli olduğunuzu öyrədəcək, necə addımlamalı olduğunuzu. Dediyim kimi insan qəribə bir varlıqdır. Ona görə zaman-zaman özünə kənardan baxmağı bacarmalıdır. Pəncərənin o bir tərəfini görməlidir. Yoxsa o yolu gedə bilməz. Ya da getdiyi yolun bir mənası qalmaz. Nəticəyə fokuslanırıq, amma önəmli olan nəticə deyil, önəmli olan prosesdir. Biz yolu necə gedirik? Bu video əvvəlki YouTube videolarımdan biraz fərqlənir. Çünki burada içimdən necə gəlirsə elə danışıram hal-hazırda. Beynimdə hansı düşüncələr varsa elə danışıram. Bəlkə də oturmuşuq, qarşı-qarşıya söhbət eləyirik. Siz məni dinləyirsiniz, mənə cavablar verirsiniz və mən bunları eşitmirəm. Onları eşitmək istəyərdim. Söhbət eləmək istəyərdim. Bugün burada bir mütəxəssis olaraq deyil də, bir insan olaraq. Heç tanımadığımız insanlarla danışmaq necə maraqlıdır. Çünki biz onların sxemlərini bilmirik, onlar bizim sxemlərimizi bilmir və heç birimiz heç birimizə qarşı nə ön yargılı deyilik, nə gözləntilərimiz yoxdur. Sadəcə yeni bir insan tanıyırıq. Yolda, avtobusda, parkda, küçədə, başqa ölkədə, başqa yerdə sadəcə bir insan tanıyırıq və onunla danışmağa başlayırıq. Gözləntisiz, tənqidsiz, qəribə bir şəkildə. Amma biraz yol alandan sonra başlayırıq öz gözləntilərimizi onlara yükləməyə, sxemlərimizin əksini görməyə. Məncə insan həyatda gördükləri qədər var. Nəyi görürsə o qədər də var zaten. Ümid edirəm düşüncələrimi sizə çatdıra bildim. İzah edə bildim. Mənə qədər qarışıq danışdığımın da fərqindəyəm. Bu YouTube videomuz da belə olsun. İçimdən gəldiyi kimi. Növbəti YouTube videolarında görüşərik.